Salamlar, hal-hazırda danışmaq istədiyim mövzu ilk ev alan insanlara aiddir. Sizə nələr lazımdır? İlkin növbədə siz pre-approval lazım olacaq sizə, yəni mütləq şəkildə pre-approvalınız olmalıdır. Bilməlisiniz ki, sizin büdcəniz nə qədərdir və onun əsnasında da artıq evlərə baxmalısınız. O büdcənin əsnasında neighborhoodu seçməlisiniz. İkinci növbədə siz bilməlisiniz ki, sizi closing cost gözləyir. Yəni closing cost ştatdan ştata fərqli faizlərdir və yaxud cash-dirsə və yaxud loan-dursa onda da fərqli olur. 1%-dən 5%-ə qədərdir. Belə təqribi götürün. Və ondan sonra closing cost-dan sonra nəzərə almalısınız ki, siz yəni ki, hansı aylıq ödənişi ödəyə bilərsiniz. Ona uyğun da tutam ki, sizin 500 min-dirsə pre-approvalınız, amma 500 min evin aylıq ödənişini ödəyə bilmirsinizsə, o zaman 500 min evi almayın. Daha aşağı məbləğdə ev alın ki, aylıq ödənişi sizə hər ay yük olmasın. Bunları biləndən sonra artıq siz ev almağa hazırsınız. Ondan da əlavə bir şey vurğulayım ki, siz əgər ilk ev alan insansınızsa Amerikada, sizin üçün çoxlu qrantlar var və əksər hallarda, yəni ki, çox aşağı down payment və çox yaxşı hallarda isə ümumiyyətlə down paymentsiz ev almaq ehtimalınız var. Əgər siz də ev almaq istəyirsinizsə, mənimlə əlaqə saxlayın.